Onu bütün filmlerde öldürdük. Rasim Balayev deyir də, məncə, anar, yazıçı anar. Yazıçı anar Rasim Balayevin vida mərasimində səhnəyə çıxaraq mərhum xalq artisti Rasim Balayevlə bağlı xatirələrini bölüşüb. Təbii ki, o aktyordan danışıb, yaradıcılığından danışıb, oynadığı obrazlardan söz açıb. Təbii ki, Anar müəllim də kövrəlib. Böyük sənətkar idi Rasim Balayev. Belə bir gündə danışmaq ağırdır, Anar deyib. Çünki dəyərli insan Rasim Balayev itirdik. Azərbaycan kinosunun ən böyük siması idi. Kinomuz yaşadıqca o da yaşayacaq. Rasimlə biz sənət dostu idik. Mənim filmlərimdə Rasimi öldürürdük. Babəkdə, Nəsimidə, Dədə Qorqudda canlandırdığı Beyrəkdə də onu öldürdük. Amma o ölərək böyük simaları yaşadığı əbədi ömür verirdi. Bugün Rasim də dünyasını dəyişdi. Onun sənəti, insanı keyfiyyətləri həmişə bizimlə olacaq. Allah Rasimə rəhmət eləsin. Yazıcı anar deyil. Allah rəhmət eləsin Rasim Balayeva.